Ramazan ayının orucu digər ibadətlərdən fərqlənir. Əsas fərqli cəhəti bundan ibarətdir ki, Ramazan ayının orucu, yəni oruc ibadəti ümumiyyətlə etmə əmrindən ibarətdir. Digər bütün ibadətlərdə nə isə etməli isə, oruç tutarkən nələrisə etməməliyik. Deməli, oruc başdan başa imtinadan ibarətdir. Oruc insanın könlü istədiyi şeylərdən müvəqqəti olaraq imtina etməsidir. Oruc insanın minimum ehtiyaclarından imtina etməsidir. Qida kimi zəruri ehtiyaclardan imtina etməsidir. Yəni, oruc insanda imtina gücünü formalaşdırır və insan ona görə insandır ki, özü könüllü olaraq nələrdənsə keçə bilir, nələrdənsə imtina edə bilir, öz nəfsinə qələbə çala bilir. Oruc insanı imtina etməyə vadar edir və insan canlılar arasında yeganə varlıqdır ki, onun daxilində mübarizə var. İnsan özünə yox deməyi bacaran bir varlıqdır. Orucun əsas fəlsəfəsi insanın özünə yox deməyi bacarmasıdır. İnsanın özü ilə mübarizə aparmağı bacarmasıdır. Bu mübarizədə qalib gələn insanlar heç şübhəsiz ki, ən uca insanlıq mərtəbəsinə gəlib çatırlar. Ona görə də orucun dərin qatlarına biz vardıqda görürük ki, oruc bizə insanlığımızı hiss etdirir. Oruc bizi maddi aləmdən qoparıb mənəvi aləmə aparır və oruc bizi Allahla görüşə hazırlayır. Ona görə də Allah buyurur ki, oruc mənim üçündür və orucun mükafatı mənəm. Yəni, şəxsən özümə qovuşacaq oruç tutan insanlar. Çünki